Kemal, bir hadisə olmuşdu. Orada sənin də qızının adı hallandı, bir yol nəqliyyat hadisəsi. Bəli. Onunla bağlı heç vaxt danışmadın. Bilirsiniz niyə? O məsələ yanlış idi. Mən sizə bir dənə söz deyim. Mənim qızım Olmuşdu mu orada o avtomobildə? xeyr, Polis bölməsinə çırpılmışdı avtomobil. xeyr. Orada tamam başqa bir qızın adı çıxmışdı. Mənim qızım deyildi o. Mən sizə deyim də hadisə necə olub. Baxın. Bunu bir jurnalist səhifəsində paylaşılmışdı. Hamısı da ondan götürüb koprovka edib paylaşılmışdı. Bu rəsmiləşdirilmiş bir şey deyildi. Yəni orada deyilməyib İmna filan kesin qızıza. Orada hadisə Günəşlidə olub. Bəli. Günəşlidə. Jurnalistlər də bir mənalı olmaq üçün, bir şey üçün, prim üçün götürüb yazıblar ki, Günəşlidə Kəmalə Günəşlinin qızı olub orada. Ya filan şey. Aha, bəli. Mən prosta qızımı sosiallara çıxartmıram. Mən hələ bir ara istədim ki, qızımı sosiallarda göstərim ki, bax mənim qızım yanımdadır, sağ-salamatdır, hər şey qaydasındadır. Çox şükür Allaha. Prosta mənim qızım heç vaxt sosiala çıxmayıb da, qoymamışam. Onun TikToku yoxdur. Instagramı yoxdur. Düz oğlum çıxıb, indi oğlan xeylaqda o heç. Amma mən qızımı heç vaxt efirə çıxartmamışam. Heç kim də mənim qızımı tanımır. Heç kim mənim qızımı görməyib qonşulardan başqa. Bir də məktəbə getdi, indi də müəllimlər heç kim onu görməyib. Götürüblər orada, mən hətta polisə də getdim. Mən polisə də getdim ki, çox xahiş edirəm. Buna bir tədavi görün. Yəni mən onu sosiallaşdırmadım da. Mən TikTok açıb demədim, vur bu belə. Mən dövlətlə, qanunla, qayda ilə, dövlətlə. Mən qayda, qanunla getdim, şikayətimi yazdım, ərizəmi yazdım, çox xahiş edirəm. Mənim ailəmə toxunublar, mənim ailəmə söz atırlar ki, güya mənim balam olub orada filan. Hər şey yoluna qoyduq, hər şey müəyyən oldu. Hətta ki, kimlər ki, nələrsə paylaşmışdı. Həmən insanlar dinlənildi, danışdırıldı, ora cəlb olundu, hər şey yoluna qoyuldu. Mən sadəcə onu sosiallaşdırmadım. Heç vaxt o barədə danışmadınız. Sənin qızın orada olmayıb. Xeyr. Mən getdim şikayət elədim. Mən getdim ərizə yazdım. Mən dövlətə müraciət elədim ki, yəni belə bir şey yoxdur. Artıq mənim ailəmə əl atırlar. Qızıma əl atırlar. Özü oğlum da yox, qızın. Mən yenə deyirəm, mənim uşağım orada olsaydı avariyada olan bir şeydir. Yəni hamımız maşınla gedirik, taksi ilə də gedirik, avtobusla da gedirik. Bu hadisədir, avariya olsaydı deyərdim, bəli, mənim uşağım orada olub. Mənim uşağım olmaya. Bilirsiniz, mən nə boyda stres yaşadım, o boyda mən heyecan yaşadım ki, baxma da, qız uşağıdır, niyə görə onun adına elə bir şey olmaya. Olsaydı, bu Allaha şükür pis şey yoxdur burada, bu Qəzadır da. qəzadır da, indi həyatdır. Biri getdiyi yerdə yıxılır, ölür, biri qəza eləyir, biri nə bilim, nəsə olur. Yəni, bu olmadığı halda niyə mənim İmna adım hallanır ki, Kəmalə Günəşlinin qızı? Yəni, biz bunu yoluna qoyduq, mən qanunla. Yəni, mən çıxıb orada heç kimi söymədim, heç kimə qarqış eləmədim. Allaha tapşırdım, əlimi açdım, göyə dedim, ay Allah, sən olanlardan əgər, sən özün hər şeyi yoluna qoy. Hər şey də çox şükür yolundadır, hər şey qaydasındadır və sosiallaşdırmadım.